Günəşdə 2025-ci ilin 3-cü ən güclü alışması baş verib. Onun səviyyəsi X1,9 səviyyəsində qiymətləndirilir. Yeni Sabah az məlumat verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının mətbuat xidməti xəbər yayıb. Alimlər iyunun 20-sinə keçən gecə Bakı vaxtı ilə saat 3:50-də böyük partlayışı qeydə almağa müvəffəq olublar. Onun mənbəyi 4114 saylı Günəş regionu olub. Güc baxımından bu fenomen mayın 14-də və fevralın 23-də baş verən alovlardan sonra ikinci yerdədir. Onlar müvafiq olaraq X2,7 və X2 səviyyələri kimi təsnif olunub. Alışmanın yüksək fəallığına və günəş yer xəttinə yaxın olmasına baxmayaraq, radio siqnalların keçidinə təsir istisna olmaqla, hadisə hələ ki yerə faktiki olaraq heç bir təsir göstərməyib, deyə hesabatda deyilir. Qeyri-magnit sahəsinə böyük təsir göstərən və qütb işıqlarının yaranmasına səbəb olan plazma axınları planetlərin müstərisindən yuxarıya yönəldilib. Mütəxəssislərin fikrincə plazmanın planetlərə doğru hərəkətinə günəşdə bir sıra amillər mane olur. Laboratoriya işçiləri belə qənaətə gəliblər ki, partlayış gücünə baxmayaraq görünməz maneəni aşa bilməyib. Plazma yenidən şimala doğru hərəkət edib, yerə praktiki olaraq heç bir təsir göstərməyib.